Bugün özümüzə dediyimiz sözləri necə dəyişə biləcəyimizi öyrənəcək. Beləliklə, keçmişdəki mənfi düşüncələrdən azad olub, bu günü tam yaşamağa başlayırıq. Özünə sevgi proqramının 3-cü günündəyik. Sən güzgüdəki dostunla, yəni özünlə daha yaxın, daha doğma olmağa başlamısan. Güzgü qarşısında hər gün dediyim bu kiçik məşqlər səni özünü biraz daha çox sevməyə yaxınlaşdırır. Artıq günü-gündən müsbət təsdiqləri, afirmasiyaları demək və onlara inanmaq daha təbii gəlir. Özünü sevməyin əsl sirri keçmişdə sənə deyilmiş mənfi sözlərdən azad olub, indiki anı yaşamaqdır. Bugün səninlə bir yerdə özünə dediyin sözləri dəyişəcək. Bu sənin içində sakitcə özünə dediklərindir. Əvvəllər bu cür sözləri biz böyüklərdən, anadan, atadan, müəllimdən, böyük bacı qardaşdan eşitmişik. Bəlkə də sənə də belə sözlər deyilib ki, səndən adam olmaz, əlindən bir iş gəlmir, heç kim sənə dözməz, ancaq biz dözürük. Utanmırsan, ayıb deyil sənə, başqasının da uşaqlarına bax da, bir sən düzəlmədin və s. Uşaqlıqda çox vaxt düşünürdük ki, yalnız başqalarının istəklərini eləsək, bizi sevəcəklər və bizi qəbul eləyəcəklər. Yəni, sevgi və qəbul ancaq müəyyən şərtlərlə mümkün idi. Bunu bil ki, başqasının sənə verdiyi dəyər, onların öz düşüncələrinə, dünya görüşlərinə əsaslanırdı. Sənin həqiqi dəyərindən heç bir əlaqəsi yox idi. O vaxt eşitdiklərin bugün içində özünlə necə danışdığını formalaşdırır. İçində necə danışırsansa, həyatın da elə formalaşır. Əgər özünü tənqid edirsənsə, həyat sənə dəyərsiz görünə bilər. Amma əgər özünü sevirsənsə, dəyərləndirirsənsə, həyat sənə möcüzə və sevinç kimi görünəcək. Əgər həyatın asan və xoşbəxt deyilsə, valideynlərini və keçmişi günahlandırmaq çox asan olur. Amma əgər başqalarını günahlandırırsansa, problemlərin içində qalmağa davam eləyəcəksən. Kimisə günahkar çıxarmaq səni azad eləmir. Özünü tənqid eləmədiyin zaman, məhz o zaman özünü sevməyə başlayırsan. Sənin sözlərinin çox böyük gücü var. Sənin dediyin hər söz bir toxum kimidir. Güclüdür və həyatına təsir eləyir. Bu gündən başlayaraq öz dediklərinə diqqətlə qulaq as. Əgər içinə neqativ sözlər gəlirsə, onları dəyişmək sənin əlindədir. Mən neqativ bir hekayə işləndə onu yaymıram, onu başqalarına danışmıram. Çünki kifayət qədər mənfiliyi artıq eşitmişik. Amma müsbət bir hekayə eşidən kimi onu sevinclə, doya-doya paylaşıram. Ətrafındakı insanların nə dediyinə və necə dediyinə qulaq as. Və görəcəksən ki, insanların dedikləri ilə onların həyatlarındakı hadisələr arasında birbaşa əlaqə var. Çoxları həyatlarını eləməliyəm, belə olmalıdır kimi düşüncələrlə yaşayırlar. Gərək edim, mən buna məcburam sözləri insanın azadlığını əlindən alır. Bəziləri saatda 10 dəfə gərək eləyim, eləməliyəm deyir. Sonra da başa düşmürlər ki, niyə həyatları dəyişmir, niyə onlar rahat yaşaya bilmirlər. Onlar öz gücləri çatmayan şeyləri idarə eləməyə çalışırlar, bu isə yorucudur. Bunun nəticəsində ya özlərini, ya da başqalarını tənqid eləyirlər. Halbuki güzgü qarşısında özün haqqında müsbət sözlər deyərək tam fərqli bir enerjiyə keçə bilərsən. Məsələn, keçmişdən sən heç nəyi düz eləmirsən kimi bir fikir gəlirsə, onu belə dəyişə bilərsən. Mən bacarıqlıyam və qarşıma çıxan hər şeyin öhdəsindən gəlirəm. Özünü və başqalarını dinlədikcə nə dediyini və niyə dediyini daha yaxşı anlayacaqsan. Bu anlayış sənə öz bədəninlə, zehninlə daha sevgi dolu və şəfalı əlaqə qurmağa kömək edəcək. Bu özünü sevməyin gözəl və güclü yoludur. İndi gəl birlikdə dəyişək. Bugün güzgü qarşısında dayan və gözlərinin içinə baxaraq bu cümləni təkrar elə. Mən keçmişdən gələn bütün mənfi düşüncələri buraxıram. Mən bugünü, bu anı yaşayıram. Öz gözlərinin içinə bax, sonra sakit və sevgi dolu bir səslə de. Özümə nə deyirəmsə bunu sevgi ilə deyirəm. Bunu bir neçə dəfə təkrar elə. Güzgüdə özünə bax və de. Dediyim hər sözü, hər cümləni, hər fikri sevgi ilə deyirəm. Bəzən uşaqlıqda elə sözlər eşidirik ki, onların səssiz təsiri illərlə içimizdə qalır. Bu sözlər açıq-aşkar yadımızda qalmasa da, şuuraltımızda bizə kim olduğumuzu, nəyə layiq olduğumuzu pıçıldayan o daxili səsə çevrilir. Gündəlik həyatda valideynlərdən və ya ətrafımızdakı böyüklərdən eşitdiyimiz bəzi sözlər içimizdə necə daxili səsə çevrildiyini indi görəcəksən və ən önəmlisi onları indi dəyişirik. Başlayaq. Səndən adam olmaz. Bu cümlənin şuuraltında doğulduğu səs, mən heç vaxt uğur qazana bilməyəcəm, özümü boş yerə yormamalıyam, çünki mənə inanan yoxdur.
İndi bunları dəyişirik və yeniləri ilə əvəzləyirik. Mən öz yolumu tapıram və bu yol yalnız mənə məxsusdur. Mən olduğum kimi dəyərliyəm və tamamam. Allah məni yaradıbsa, deməli bunun səbəbi var. Mən bu dünyada öz yerimi tutacağam. Mən özümə inanıram. Digəri əlindən bir iş gəlmir. Daxili yaranan səs mən nə qədər istəsəm də bacarmayacağam, mən kifayət qədər ağıllı və bacarıqlı deyiləm. İndi bunu dəyişirik. Mən bacardıqca daha da güclənirəm. Hər dəfə yeni şeylər öyrəndikcə rahatlayıram. Mənim içimdə bacarmaq istəyi var. Mən çalışdıqca yollar açılır. Digər inanc, heç kim sənə dözməz, ancaq biz dözürük. Daxildə formalaşan inam, mən yükəm, insanlar məni sevmir, sadəcə məcburiyyət qarşısında mənə dözürlər, məni olduğum kimi qəbul eləmirlər. İndi bütün bunları dəyişirik. Mən sevilməyə layiqəm. Yanımda olanlar məni seçiblər. Mənimlə olmaq bir xoşbəxtlikdir, bir şansdır. Mən insanlara sevgi və güvən verirəm. Məni sevənlər çoxdur, çünki mən seviləsi biriyəm. Digəri, utanmırsan, ayıb deyil sənə. Bu cümlə xüsusilə qız uşaqlarında belə bir dərin səs yaradır. Mənim istəklərim səhvdir, mən bədənimdən, qadınlığımdan və hisslərimdən utanmalıyam. Mənim ehtiyaclarım ayıbdır, mən onları gizlətməliyəm. İndi bütün bunları dəyişirik. Mənim hisslərim təbiidir, ayıb deyil. Mənim hiss elədiklərimi yaşamağa haqqım var. Mən insanam və insan olmaq dəyərlidir. Mən özümə hörmətlə yanaşıram. Mən hisslərimi qəbul eləyirəm. Digər bir inanc, başqasının uşaqlarına bax, bir sən düzəlmədim. Daxildə yaranan kəskin inam, mən heç vaxt kifayət qədər yaxşı olmayacağam, məni daim başqaları ilə müqayisə eləyirlər, ona görə də mən dəyərsizəm. Bunu dəyişirik. Mənim öz yolum var, mən öz yolumla gedirəm. Başqasından fərqli olmaq mənim güclü tərəfimdir. Mən müqayisə olunmazam, çünki mən unikalam və özələm. Mən özüm üçün ən yaxşıyam. Başqaları kimi olmaq mənə lazım deyil, çünki mənim öz işığım var. Mən olduğum kimi gözələm və yetərliyəm. Sən bacarmazsan, sən dəyərli deyilsən, heç kim səni sevməz. Anında dəyişirik. Bu sözləri elə ki eşitdik, anında dəyişirik. Mən bacararam. Mənim əlimdən hər iş gəlir. Hər şey mümkündür. Mən istədikcə yol açılır. Mən bacarmaq üçün doğulmuşam. Mən çox dəyərliyəm. Mən Allahın sevgisi ilə yaranmışam. Mən olduğum kimi yetərliyəm. Mənim varlığım nemətdir. Mən sevilirəm. Məni sevən çoxdur. Mən sevgi üçün doğulmuşam. Mən sevgiyəm, sevgini cəlb eləyirəm. Mən özümə güvənirəm, insanlara güvənirəm, dünyaya güvənirəm. İçindən keçən bu təsdiqləri seç və onları güzgüyə baxa-baxa bir neçə dəfə təkrarla. İlk başda yad gəlsə də zamanla sanki ruhuna hopacaq. Onlarla dostlaşacaqsan. Hər dəfə güzgünün yanından keçəndə və ya öz əksini görəndə bu sevgi dolu sözlərdən birini təkrar elə. Bil ki, güc, dəyişmək, sevmək gücü sənin içindədir. İndi 3-cü günün yazısını yazaq. Bu gün ərzində özünə qarşı hansısa bir mənfi fikir dedinmi? O fikri neçə dəfə təkrarladın və kimə dedin? İndi isə sabah həmin insanlara və ya özünə deyə biləcəyin sevgi dolu, ümid verici bir fikir yaz. Və elə bir cümlə yaz ki, o insan özünü daha yaxşı hiss eləsin, həyatına daha müsbət baxsın. Mütləq eləməliyəm sözündə yaz və onun yanına bu sözün əvəzinə deyə biləcəyin başqa sözlər də yaz. Məsələn, seçə bilərəm, istəsəm eləyərəm, ehtiyacım olsa eləyərəm, hiss eləsəm eləyə bilərəm. Bugün öyrəndiyin sevgi dolu təsdiqlərdən bir neçəsini yaz və güzgünün üstünə yapışdır. Beləcə hər dəfə sən öz əksini görəndə o təsdiqləri də xatırlayacaqsan. 3-cü günün ürəkdən gələn cümləsi: mənim həmişə seçimim var. Çoxumuzun beynində bizi sıxan yorucu və sərt düşüncələr var. Sanki içimizdə bir səs daim deyir ki, bu belə olmalıdır, bunu belə eləməlisən, filan kəs kimi yaşamalısan. Əslində isə mütləq eləməliyəm sözü bizə azadlıq vermir. Əksinə bizə ağırlıq, təzyiq və günahkarlıq hissi yaşadır. Sanki bacarmıram deyirik, layiq deyiləm, əlimdən gəlmir deyirik. Bugün özündən soruş. Niyə bu qədər şey eləməyə özümə borc bilirəm? Niyə hisslərimi yox, başqalarının gözləntilərini əsas tuturam?
Bunu doğrudan da özüm istədiyim üçün eləyirəm, yoxsa sadəcə eləməli olduğumu düşündüyüm üçün eləyirəm? Əgər mütləq eləməliyəm sözünü dəyişsən, həyatında nə qədər yüngüllük hiss eləyəcəyini görəcəksən. Onu belə sözlərlə əvəz eləyə bilərsən. İstəsəm eləyərəm. İndi hazır hiss eləyəndə eləyəcəm. Seçim mənimdir. Seçim azadlıq deməkdir. Həyatda elə bir şey yoxdur ki, mütləq eləməliyik. Biz istədiyimiz yoldan keçmək haqqına sahibik. 3-cü günün meditasiyası. Mən sevgiyə layiqəm. Təsəvvür elə ki, sən hər tərəfdən sevgi ilə sarılmısan. Özünü xoşbəxt, sağlam, bütöv bir varlıq kimi gör. Bax, ideal həyatın necədir? Onu gözündə canlandır. Sonra isə ürəyinin dərinliyindən gələn sevgini hiss elə. İcazə ver o sevgi bütün vücudunu işıqla doldursun. Sevgi bədənindən çıxıb otağa yayılsın, evini bürüsün, sonra bütün həyatını əhatə eləsin. Ən sonunda isə özünü bu böyük sevgi şarının mərkəzində hiss elə. Bu sevgi səndən çıxır və sənə geri qayıdır. Sevgi bu dünyadakı ən güclü şəfa gücüdür. Qoy o sənə toxunsun, səni rahatlatsın, səni qorusun. Bil ki, sən sevginin özüsən və bu tamamilə doğrudur.